Salam dostlar. Bugünkü dərsimiz migration ilə əlaqədar. Migration deyə bir dərsdir. Migration nədir? Onun haqqında danışacağıq və niyə istifadə etməliyik? Onun haqqında danışacağıq. Deməli biz əgər dərsimizi layihədə bugünə qədər elədiklərimizi biraz analiz eləsək, deməli biz nə iş görmüşük? Database-lə basic CRUD əməliyyatları eləmişik. Daha doğrusu 3 əməliyyat eləmişik. Create, read, delete. Update-i eləməmişik. Update-i də eləyəcək. Deməli scripts activate. Bunu açdıq və py bunu run elədik. Və bizim layihəmiz burada işləyir və bura biz şeylərə baxaq, nəticəyə baxaq hələ ki, gördüyümüz hələ ki nəticəyə. Buradan bunu götürək bir dənə layihəmizi açaq. Və bizdə hansı səhifə var idi? Kontakt səhifəsi var idi. Buradan biz Məmməd şey göndərirdik. Bunların ipsum sitamet göndərdik və burada biz bunun nəticəsini burada görürdük. Delete edə bilirdik bunları. Bir dənə update məsələsi qalır. İndi update'i də yazaq, yarımçıq qalmasın. Update üçün, update məntiqində deməli nə olmalıdır? Deməli biz update'dən danışanda birinci biz düşünməliyik ki, bunun məntiqi əlaqəsi necə olmalıdır? Deməli mən buradan hər hansı bir update düyməsinə basanda mənim bu hansı elementin update olunacağını mən buradan URL ilə tapa bilərəm, necə ki delete-də və ondan sonra mən burada gəlib onun update rootunu yazmalıyım. Yəni ki, bu proses necə update olunacaq. Deməli, bu birinci mən bilməliyəm ki, bu rootdursa, update rootudursa, update rootu. Və update rootunda bir mənim default olaraq ilk əvvəl nəyim olmalıdır? Bu render template eləməlidir. Return render template. Yəni ki, update'in bir səhifəsi olmalıdır. Düzdürmü? Səhifəsi olması üçün də səhifəsi birəbir mənim buradan messages contact form səhifəsinə oxşayacaq eyni şəkildə və bunu save as edirəm. Nə olaraq? Sadəcə update olaraq bunu save as edirəm. Çünki birəbir eyni səhifədir, eyni görüntüdür. Burada send message yerinə update message yazacaq bu hissədə. Çünki o səhifəni mən görməliyəm ki, onu update edə bilim. Və indi bura update-ə getməlidir. İndi burada mən prosesi necə eləməliyəm? Update səhifəsində mən nə görməliyəm? Əgər update-ə klik edirəmsə, hansı obyekti update edəcəyimi mən tapa bilməliyəm. Bunun üçün nə edəcəm? Bunları götürəcəm. Çünki mənə lazım olacaq ki, mən hansı obyektin propertilərini dəyişəcəm, hansı obyektin xüsusiyyətlərini dəyişəcəm. Ona görə mən deyəcəm ki, message bərabərdir nə? Hansı mesajı tapmaq istəyirəmsə o və bura onu göndərəcəm. Deyəcəm ki, message bərabərdir, message bu şəkildə göndərəcəm bura. Və bunu belə yazaq da rahat olsun. Message buradan da bunu bu şəkildə dəyişdirək. Bu şəkildə dəyişdirdik ki, rahat oxumaqlı olsun. Və bunu update səhifəsinə göndərəcəm. Yəni, mən fikirləşəm, update-in UI-ni açanda, update HTML-i açanda ekranda nə görməliyəm? Yəni, hansı elementləri dəyişdirəcəyimi mən görməliyəm. Dolayısıyla, mən burada birinci gəlib görməliyəm ki, value olaraq deməliyəm ki, bu nəyə olmalıdır? Message nöqtə name. İndi propertilərinə baxaq. Modelimizdə nə var idi? Name, email, message var idi. Və bu name hissəsində bu olmalıdır. Email hissəsində bu olmalıdır. Email hissəsində və message hissəsində də bu olmalıdır. Message nöqtə message olmalıdır. Okay. Bu oldu. Bu işin get tərəfi. Yəni ki, səhifə açılanda mən hansı informasiyanı görəcəm?
Hal-hazırda baxaq yəni bunun işləyib işləmədiyinə. Hələ ki baxın postu mənim hal-hazırda requestim nədir? Buradakı kodlar hansı requestə işləyir? Get requestə işləyir. Get requestin görüntüsünü mən hazırlayıram. Gəlirəm bura. Gəlirəm buna baxıram. Bir dəqiqə. Burada bunu run edək. Deməli gələk pay run pay. Bunu run elədik. Burada incoming delete. Pardon. Burada baxın bir dənə error verdi, exception verdi. Bu exception'ın səbəbi də nədir? Çünki buradakı istifadə etdiyim metodla buradakı istifadə etdiyim metod adları eynidir. Bu da dekoratorda problem yaradır. Ona görə mən bunu dəyişdirdim. Bunu yazdım. Gələk bunu refresh edək. Və burada görürəm ki, mənim delete'im var. Mən indi update'a basanda bu hansına gedəcək? Aşağıdan diqqət etsək 5 ID-li gedəcək, obyekti gedəcək. Və burada diqqət edirsinizsə, mənim buradakı məlumatlarım bura gəlir. İndi bu mesajda diqqət edin, mesaj gəlib düşmədi bura. Bunu eləmək üçün də, mesajı burada göstərmək üçün də value olaraq yox, bu text areadır. Mən bunu gətirib burada göstərəcəm. Value olaraq text areada value işləmədiyinə görə mən onu gətirib bunun text areanın içərisində yerləşdirəcəm bu şəkildə. İndi mən bu səhifəni refresh eləsəm və burada gördüyünüz kimi bu mesajlar da burada görünür. İndi mən bunları update eləməliyəm. Yəni ki, bu məlumatları dəyişdirməliyəm. Köhnə məlumatları aldım. Bundan sonra yeni məlumatları göndərməliyəm. Deməli, mən send'ə basanda mən hansı ruta getməliyəm? Update rutuna gedəcəm. Ona görə gəlib burada hansı ruta yönələcəyimi burada qeyd edirəm. Deyirəm ki, update rutuna get və update'də də hansı ID-yə gedəcəyini mən buradan bildirməliyəm. Onu da yazıram bura. Deyirəm ki, message.id. Yəni, mən submit'ə basanda getsin bu URL-ə. Çünki mənim buradakı URL-im necədir? Routum necədir? Bu şəkildədir. Yəni, dolayısıyla mən də yönləndirəndə bu şəkildə yönləndirməliyəm. Yönləndirdim bunu, bura getdi və indi burada hansı proses olmalıdır? Mən buradakı şeyim nədir? Metodum nədir? Göndərmə metodum post metodudur. Gəldim bura. Ondan sonra deyəcəm ki, bu get. Burada deyəcəm ki, if request.method bərabərdirsə posta. İndi posta bərabərsə mən nə etməliyəm? Oradakı məlumatları almalıyam. Deməliyəm ki, message.name bərabərdir request.form uname. Düzdürmü? Yəni buradakı çünki name bunlara ad vermişdim. Uname, uemail. Oradakı məlumatı alıb dəyişdirməliyəm. Gəldim. Ondan sonra gəlirəm message.email bunu. Ondan sonra message request.message. Bunlar da niyə ID-ni dəyişdirmədim? Çünki ID o obyektin ID-si dəyişməməlidir. Bunları elədim. Ondan sonra nə etməliyəm? Mən artıq bu dəyişiklikləri database-ə qeyd etməliyəm. Onun üçün nə edəcəm? db.session.commit. Bu avtomatik mənim database-imi yönləndirəcək və ondan sonra redirect return redirect eləməliyəm. Redirect eləməliyəm hara? Messages bölməsinə redirect eləməliyəm ki, bu update ola bilsin. Gedək baxaq. Yoxlayaq bunu bir dənə. Gəldik. Başdan gələk. Deməli, update-a bastım. Buranı sadəcə Məmməd yazsam. Dəyişdirsəm baxaq və send'ə bastım. Gəldi, bu da dəyişdi. Ondan sonra e-maili dəyişdirək. Məmməd@gmail.com. Bu da Məmmədin mesajıdır deyə göndərdik. Bunu da update elədik. Bu da gəldi, düşdü bura. Yəni update prosesi də bura. Və burada gördük ki, biz artıq o DML-lə əlaqədar bütün şeyləri əsas 4 dənə komandları icra edə bilirik. Create edə bilirik, read edə bilirik və create, read, update, delete-in 4-ünü də eləyə bilirik. Təbii ki, bəsit olaraq. İndi bundan sonraki etapda qarşımıza nə kimi problemlər çıxacaq, nə kimi dərdlərimiz olacaq, onlara baxaq. Mən indi burada deməli database-də mənim hal-hazırda nəyim var? Bir dənə cədvəlim var.
Düzdürmü? Mən ikinci bir cədvəl əlavə eləmək istəyirəm modelsə. Deyirəm ki, məsələn, deyək ki, nə olsun və ya adicə mən bura yeni bir column əlavə eləmək istəyirəm. Date column əlavə eləmək istəyirəm. Yəni ki, o mesajın nə vaxt göndərildiyi əlaqədar bir column əlavə eləmək istəyirəm. Column əlavə eləmək SQL-də nə idi? Alter table idi. Alter table, dəyişiklik. Düzdürmü? Və mən bunu əlavə eləmək üçün normalda nə edirdim? Əgər birinci SQL cədvəlində əgər mən bir dəyişiklik eləmək istəyirəmsə, hər hansı bir column əlavə eləmək istəyirəmsə, column silmək istəyirəmsə və ya xüsusilə üstündə relation olan bir cədvəllə işləmək istəyirəmsə, burada məndən tələb olunur ki, mən silim, database'i silim, onun yerinə sıfırdan yaradım. Amma məndə hal-hazırda database var. Mən bunu dəyişdirmək istəmirəm. Yəni, bunun üzərində dəyişikliklər eləmək istəyirəm. Bunu eləmək üçün də bizim köməyimizə kim gəlir? Bir dənə migration adında bir modul gəlir. Migration modulu. Migration modulu əslində adından da göründüyü kimi bizim database'imizin migrate olunması işinə baxır. Yəni ki, dəyişikliklərin Python'da olan dəyişikliklərin SQL-ə tətbiq olunması işinə yarayır. Əslində bunun istifadəsi bəsitdir. Onu göstərəcəm. Flask migration. Flask migrate və buradan baxırsınız ki, bu bizim package-imizdir. Bunu yükləyək. Migrate'i yükləyək. Təbii ki, bunu saxlayaq. Pip install. Bunu yüklədik. Bunu yüklədikdən sonra buradakı proses nədir? Birinci bunu import eləyəcək. SQL Alchemy olan hissədə harda import eləyəcək? Burada. Gəldim, bunu migrate elədim. Və ondan sonra gələcəm, bunun üçün bir dənə migration üçün bir dənə obyekt yaradacağım. Hansı ki, bizim migrationimizi həll eləsin. Pardon, burada yox, burada. Bizim migrationlarımızı həll edelim. Migrationların işi nədir? Bu birinci, mən əgər database'də dəyişiklik eləmək istəyirəmsə, hər hansı bir table create eləmək istəyirəmsə, table silmək istəyirəm, table'ın içərisində hər hansı bir dəyişiklik eləmək istəyirəmsə, mən bu migrate'dən istifadə edəcəm. Bu migrate nə edir? Mənim birinci köhnə database'imin kopyasını alır. Onun içərisindəki datalarla bir yerdə, onu bir yerdə saxlayır. Ondan sonra yeni database'i database deyəndə mənim modellərimə baxır, buradakı modellərimdə. Modellərimdə nə dəyişiklik eləmişəmsə, onları implement edir mənim yeni database'imə. Təbii ki, bunun içərisində migration'ın harda exceptionlar verə bilər, harda problem yarana bilər, bunları bilə bilmək üçün biz təbii ki, istifadə elədiyimiz database'dən çox şey asılıdır. Yəni, biz SQLite-lə işləyirik hal-hazırda, onun qayda qanununa riayət eləmək lazımdır və ya PostgreSQL istifadə edirsə, onun qayda qanununa riayət eləmək lazımdır. Amma indiki ilkin bir prosesi mən buradan izah edəcəm. Burada eləmək üçün birinci nə eləmək lazımdır? Bunu bir mənada migration istifadə eləməyi olaraq GitHub'dan istifadə olaraq biz eləyə bilərik, başa düşə bilərsiniz. Yəni biz GitHub'da istifadə edəndə nə edirdik? Birinci GitHub'da create edirdik. Yəni ki Git'i initialize edirdik. Mən də burada da gəlirəm, deyirəm ki py-də, pardon, burada deyirəm ki flask db init. Burada deməli, pardon, biz bunu belə eləməliyik, py-dən gəlirəm, deyirəm ki from db, hətta bunu application işlətmək lazımdır. Biraz mən qarışdırdım məsələni. Deməli, mən burada nə eləməliyəm? Bunu eləmək üçün flask db komandı işlətmək üçün, bu flask komandasını işlətmək üçün biz əslində eləyəcəyimiz bir xüsusiyyət var. Burada flask application'ın run olunması üçün. Mən burada deyirəm ki, birinci bunu eləmək üçün, sonra export bir deployment prosesində bir flask application necə deploy olunacağında bunu ətraflı izah edəcəm, amma indi hal-hazırda export flask app bərabərdir run. Bu mənim üçün nə yaradır? Bir dənə flask application yaradır.
Flask application yaradır və mən bu Flask application-da migration-ı istifadə edə bilərəm. Gəlirəm, deyirəm ki, Flask db init. Bu mənim üçün baxın, bir dənə burada migrations adında bir papka yaratdı. Necə ki GitHub-da mən bir dənə GitHub üçün bir komanda yaranır, application yaranır. Burada da ona bənzər bir yaranır. Bu nəyi göstərəcək mənə? Database-imdəki versiyaları göstərəcək. Mən bunu qurdum. Sonra gəlirəm, deyirəm ki, mənim hal-hazırda elə bir ki, bu da commit. Gitdəki commit əməliyyatına oxşuyur. Eynidir. Deyirəm ki, hal-hazırda buna bir dənə açıqlama yazaq. Deyək ki, nə modelidir bizdə? Messages model dedim. Bu hal-hazırda mənim database-imin versiyası hansıdırsa, database hansı versiyadadırsa onu mənə göstərir. Ondan sonra hal-hazırda heç bir dəyişiklik eləməmişik, amma birazdan o dəyişikliyi görəcəyik. Ondan sonra gələcəm, deyəcəm ki, Flask db upgrade. Bu da əslində nədir? Bizim GitHub-dakı git push oxşuyur. Yəni versiyanın idarə olunmasında. Bunu da elədik. Hal-hazırda yeni heç nə olmadığı üçün database-imdə təbii ki, bir dəyişiklik olmayacaq. Mən bir dənə database-imi hər ehtimala burada açım. Siz də görə biləsiniz deyə. Gəldik bura. Pardon. Buradan gəldik. Bunu da bir dənə açaq. Və bu mənim proyektimdir. Proyektimin database-idir. Gedək baxaq. Hardadır bu? Bunun içərisində bir project database-imiz var. OK dedik. Bunu bir dənə silək. Buradan remove database edək. Və bundan sonra buna baxaq ki, hal-hazırda bizim database-imiz budur. Və database-imizdə bizim nə var? 4 dənə kolumnumuz var. Bu Alembic version deyə bir gəldi. Bu Alembic version haqqında da danışacaq. Onu diqqət edin ona. Əvvəlcə yox idi. İndi gəldik, mən burada database-imdə hər hansı bir dəyişiklik yaradacağım. Məsələn, deyəcəm ki, message date deyə bir şey əlavə edəcəm bura. Deyəcəm ki, burada da date time, bunu defaultda və bura əlavə edəcəm ki, hansı mesaj göndərildiyi anda o tarix nədirsə onu bura gətirsin. Və hətta bunu neyniyək? Date time modulundan istifadə olunur və deyirəm ki, import date time. Date time modulundan istifadə edəcək bunu eləmək üçün. Diqqət edin, data tipi date time olaraq elədi və bura mən bunu date time olaraq əlavə elədim. İndi mən database-imin modelimi dəyişdirdim. İndi mən bunu istəyirəm ki, SQL-də də dəyişsin. Burada da dəyişsin. Bunu dəyişdirmək üçün nə edəcəm? Gələcəm bura. Artıq Flask-da db init eləmişəm. Onda problem yoxdur. Amma indi nə etməliyəm? Sadəcə migrate eləməliyəm. Deyəcəm ki, migration-da added new column. Column date. Onu əlavə elədik. Deyirəm ki, mən database-imdə bu dəyişikliyi eləyəcəm. Bunu elədik. Module has no attribute date time now olmalı. Səhv eləmirəmsə. Date time now. Burada bunu səhv eləmişəm. Burada onu sonradan import eləmək lazım olacaq. Bunu run elədim. Migration-ı mənə gətirdi. Və ondan sonra deyəcəm ki, bir də bunu nə edəcəm? Upgrade eləyəcəm ki, baxın, hal-hazırda mən burada database table-umu refresh eləsəm, hər hansı bir dəyişiklik yoxdur. Amma gəlin mən db upgrade eləyəndə, baxın, bunu gəldim, bunu upgrade eləyək. Baxın, burada gəlmiş olmalıdır. Bircə deyək ki, not null, column default value null. Nullable false. Bunu silək buradan. Buna ehtiyac yoxdur. Deməli, date time default bunu bu gətirdi bura. Bircə dəqiqə bunu migrate eləyək. SQL'de cannot add database column dedik.
burada bunu date time olarak yox, date time bunu string olarak verək. String olarak verək hələ ki. Çünki başımızı qarışdırmasın. 200 verək və bunu da date'i də oradan götürərik. O problem deyil. Bunun da default'u da sonra danışarıq. Deməli bunu mən elədim. Gəldim bura migration'ımı elədim. Ondan sonra DB upgrade elədim. Bu dəyişdirməyəcək. Çünki mən burada bu versiyanı dəyişdirməmişəm. Deyirəm ki Flask bir dənə export eləyək yenidən. Flask app bərabərdir run. Çünki buradakı olan dəyişikliklər görmədiyi üçün Flask DB migrate deyirəm. İndi yeni halını migrate eləmək üçün migrate'i əlavə elədi. Ondan sonra gəlirəm. Bir dənə baxaq. Burada cannot not no column default add column message date time not null. Bunu eləmədim. Mən burada bunu versiyasını bir dənə silim. Bunu bir dənə təzələnən migration təzələnən yaradacaq. Onu görə bilməyimiz üçün. Gəlirəm deyirəm ki flash db init bunu təzələnən yaradım. Ondan sonra bu migrate'i bunu indi bəzi səhvlər var. Onları hələ ki diqqət eləməyin. Bunları yaratdıq. Ondan sonra gəldim db upgrade elədim. db upgrade eləyəndə bura diqqət eləyin indi. Gəldi, baxın, message date deyə bura mənim yeni kolumum gəlmiş oldu. Ondan sonra məsələn deyək ki, bu kolumu mən silmək istəyirəm. Bu kolumu sildim, yaratdım, sonra silmək istəyirəm. Nə edəcəm? Gələcəm burada və ya təzələnən bunu migration eləyəcəm. Deyəcəm ki, delete column. Drop column deyirəm. Drop column elədim. Və ondan sonra db upgrade eləyəcəm. Və gəlirəm buna baxacağım ki, bu mənim database'imdə bunu silmiş oldu. Və indi bu artıq migration, məsələn, təzə bir dənə cədvəl yaratmaq istəyirəm. Təzə bir dənə model yaratmaq istəyirəm. Deyək ki, təzə bir dənə burada modelimizi yaradaq. Class user olsun, users olsun, belə deyək. Deyək ki, db model, db modeldən inheritance alsın. Deyirəm ki, id gətirsin bir dənə. ID. Hətta bunu gəlin belə eləyək. Şeylə yaradaq. Create class with properties id name email message yox. id email surname ilə bir dənə class yaratsın bizə. Class bir dəqiqə biraz class dedik. Mənim üçün gəlsin. Baxaq. User class'ı yaradacaq. User class'ı yaratdı. DB'nin bu Copilot məndən biraz yavaş işləməyə başladı. Gəlirəm ID-yə bərabərdir. ID DB column bunu yaratdı. Sonra name'i yaratdıq. Eyni xüsusiyyətlə. Gəldik bura. Bu mənim üçün bunu yaratdı. Name yaratdıq. Və bir dənə də surname yaradacaq burada. Bunu yaratdıq. Yeni bir dənə cədvəlimi yaratdım. Və indi bunu mən database'də görmək istəyirəm. Bunun üçün də eləyəcəyim nədir? Create new table. Create new table. Yaratdıq bunu. Və db upgrade edirəm. db upgrade elədik. Gedək baxaq. Şeyimizi refresh eləyək. Baxın. Burada user deyə bir artıq şeyim yaranmış oldu. Və artıq burada mən diqqət edirsinizsə, database'də işləyəndə onun içərisindəki dataları heç nə olmur. Baxın, mən burada müəyyən qədər dəyişiklik elədim. Hər hansı bir xüsusiyyət olmadı. Hər hansı bir dəyişiklik olmadı və mən ondan istifadə eləyə bilirəm. Və mən indi burada, bunu gəlin indi bir dənə date məsələsini başlamışkən onu da həll eləyək. Mesajın zamanını. Buna bir dənə əlavə, column əlavə eləyək. Deyək ki, date, mdate deyək. Bərabərdir.
Default datetime yox. Bunu bu şəkildə qoymayaq və bunu mən özüm manual olaraq buranı hələ ki string edirəm. Çünki biraz daha detallı sonradan ayrı işləyəndə rahatlıqla işləyə biləcəyik. Bunu hələ ki string olaraq qəbul edirəm. Və ondan sonra bunun bir dənə database-də yerini müəyyən edək. Baxaq görək bizdə burada cədvəlimizdə bu yarandı mı? Bu yarandı. İndi mən bunu tərəfini, create tərəfinə edirəm və mən bu mesaja göndərəndə istəyirəm ki, burada create hissəsi hardadır mənim? Create hissəsi burada. Add hissəsi buradadır. Mən indi istəyirəm ki, bunun içərisində o mənim hal-hazırki zamanım, yəni ki, bu obyekt yarandığı zaman mən o zamanı da əlavə edə bilim. Mənim zamanıma əlavə edə bilim. Hansı cədvəlimə bu sütuna əlavə edə, mdate-ə əlavə edə bilim. Gəlib deyəcəm ki, burada bunun üçün import deyəcəm datetime hal-hazırki vaxtı ala bilmək üçün mən bundan istifadə edəcəm və hal-hazırki vaxtı görə bilmək üçün bundan check eləyək bir dənə, print deyək, datetime now. Bunu mən bir dənə eləsəm, eləsəm bunu yoxlamaq üçün deyirəm ki, bunu import datetime deyirəm. Bu modulu yoxlamaq üçün və deyirəm ki, datetime.now metodunu işlətsəm, bu mənə bugünkü tarixi mənə verəcək bu şəkildə. Burada mən bundan istifadə edəndə bunu verəcək və mən bunu gəlib burada götürüb yazacağım. Yəni ki, mənə lazımdır ki, bu tarixi götürüm yazım. Hələ ki, bu sadəcə bunu yazdıracağım və nə olaraq yazdıracağım? String olaraq yazdıracağım. Gələcəm burada mdate bərabərdir və bunu biz hər ehtimalla stringə çevirək, str eləyək. Str bu. Çevirdik bura. Və gedək baxaq görək bu bizim database'imizə necə düşür. Gəldik bura və run py eləyək. Gedək layihəmizə baxaq. Gəldik messages bölməsinə, kontakt ilə kontakt bölməsinə. Buradan yeni bir mesaj göndərdik. Deyək ki, Lorem göndərdik, sendə bastıq, gəldi, düşdü bura. İndi database'ə gedək baxaq. Buradan baxın, mənim tariximdə gəldi, düşdü bura. Yəni ki, hal-hazırda göndərdiyim tarix və saat gəlib düşmüş oldu bura. Və bu şəkildə biz artıq database'i biraz daha rahat istifadə eləyə biləcəyik. İndi bugünkü dərsdən sonra artıq sizin beyninizdə mən artıq CRUD əməliyyatları yerinə yetirə bilirəm. Artıq database'imi inkişaf elətdirə bilirəm. Python tərəfdən inkişaf elətdirə bilirəm. İndi relation məsələləri var və s. var. Artıq bu dərsdən sonraki addımlarımız iki istiqamətdə olacaq. Bir, Python core tərəfinin artıq mövzuları, məsələn deyək ki, daha ciddi mövzular Python'dakı və Flask'in artıq o MVC dediyimiz hissələrin tək-tək advanced level'da öyrənməkdir. Məsələn, biz hələ bunu yazmışıq, amma məsələn biz Flask klassını hələ araşdırmamışıq. Flask klassının tam olaraq necə işlədiyini, məsələn, burada hansı prosesin getdiyini bizim aydınlaşdırmamız lazım. Və run'a basanda nə olur? Necə oldu? Browser'a getdi və s. getdi. Bunlar haqqında danışacaq. Ondan sonra rootlar haqqında detallı danışacaq. Sonra bir application'ın ümumi böyük strukturunu qura bilmək üçün necə iş görmək lazımdır, onun haqqında danışacaq və artıq növbəti dərsdən etibarən biz layihənin üzərində başlayacaq işləməyə. Həm mövzuları orada tətbiq eləyəcək, həm də layihəmizi yavaş-yavaş yazmağa başlayacaq. Belə, bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə görüşənə qədər.